Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün mən sizə ətli noxud yeməyi bişirəcəm. Əgər siz bu şəkildə ətli noxud yeməyi əldə etmək istəyirsinizsə, o zaman kanalıma abunə olub, bəyənib və bütün bildirimləri açmağınız kifayətdir. Bu mənim üçün çox önəmlidir. Əgər full izləmək istəyən bütün arkadaşlara təşəkkürümü bildirirəm. Və servis formasına keçim. Servisimizi edək. Artıq ətli noxud yeməyimiz hazırdır. Servisdə mən elədim və servis formasını sizə göstərirəm. Çox gözəl, çox dadlı alınıb. Siz də bu şəkildə ətli noxud yeməyi əldə etmək istəyirsinizsə, kanalıma abunə olub və bütün bildirimləri açmağınız kifayətdir. Bu mənim üçün çox önəmlidir. Full izləyən hər kəsə təşəkkürümü bildirirəm. Siz də edin, nuş olsun və siz də edin, nuş edin və nuş olsun deyə. Nuş olsun. Buyurun, necə bişirmişəm, izləyin. Noxudu bir gün əvvəldən axşamdan suya salırıq. Suya saldığımız noxudu suyunu dəyişirik, qəşəng təmiz yuyuruq və daha sonra bişiririk. Bunu sizə qeyd edin. Bir də qeyd etmək istəyirəm ki, tomat hissəni bilməm bişirəndə mən bunu qeyd etdim yoxsa yox. Tomat hissini istərsəniz ətin içində də qovura bilərsiniz, daha sonra suyuna da əlavə edə bilərsiniz. Heç bir fərq etməz. Bir baş soğan tökmüşəm. Bunu da qeyd edim. Yağım hardasa 100-150 qram belə deyək yağım əlavə etmişəm. 250 qramlıq stəkandan noxud əlavə etmişəm. Hardasa 300 qrama yaxın ət əlavə etmişəm. Başqa əgər bilmək istədiyiniz, sormaq istədiyiniz bir dəstə keçmişdir. Başqa bilmək, sormaq istədiyiniz varsa, təbii ki də buyurub sora bilərsiniz. Yorum hissəsinə yazın, nə istəsəniz, hansı məlumatı sizlərə mütləqa bildirəcəm. Və nuş olsun. Buyurun, izləyin. Axşamdan suya saldığımız noxudları pişirdik. Şişən noxudları, yəni o sən keçə bilmədim, amma artıq siz də bilirsiniz. Pişirdik və bunun suyunu sürdük. Noxudları da bir qaba əlavə edirik. Noxudunu pişirdikdən sonra bir qaba belə bu şəkildə yığdım. İndi keçirik ətimizə. Ətimi də mən artıq çıxartmışam. Təbii ki, onu açılıb, indi baxacaq. Noxudumu bişirdikdən sonra, bayaq mən sizə noxudumu göstərdim, bir daha göstərim. Noxudumu bişirdikdən sonra deməli suyunu süzmüşəm, göstərim bir daha. Suyunu süzmüşəm və bir qaba əlavə etmişəm. Daha sonra mən yağımı əlavə etdim, soğanımı əlavə etdim, kartofumu doğradım burada və bir də tomatımız var arkadaşlar. İndi biz bu arada mən gördüyünüz kimi ətimi də artıq qaynatmışam, kəfini də yığmışam. İndi mən bu ətim də eyni zamanda bişib, bunu da deyim. Və ətimi qoydum qağa. Yağımı indi altını açıram. Yağla soğanı qoydum ki, qovulsun. Yağla soğanı qoydum ki, qovulsun və qovulduqdan sonra əti də əlavə edəcəm üzərinə. Yağ, soğan, ət, tomat qovuracam. Biraz da kəkörtə əlavə edəcəm. Bunların hamısını birlikdə qovuracam. İndi hal-hazırda yağımla soğanım ərsin, biraz daha olsun, sonra içərisinə əti atacam. Yağ, soğanım biraz daha qovulsun. Mən biraz daha quşuluğu var deyə o sələrini sizlərlə çox da paylaşa bilməm arkadaşlar. Yağ, soğan gördüyünüz kimi baxın. İçərisinə ətlərimi də atacağım. Biraz kəkörtə də əlavə edəcəm. Biraz acıq tomat da əlavə edəcəm. Və ətlərimi bişirəcəm. Yağ, soğan da elə ət bişəndə o daha da dadlı olar deyə düşünürəm.
ətə birazcık yağ soğanı ətlə birlikdə qoyulacaq. Sonra üzərinə də birazcık kəkot əlavə edəcək. Amma hələlik birazcık da pişsin. Altında qan oda qoyuram. Birazcık pişsin. Əziz və dəyərli izləyicilərim, gördüyünüz kimi artıq mən qazanımın ağzını açdım və bu şəkildə qazanımın ağzını açdım və bu şəkildə görürsünüz artıq ətlərim yavaş-yavaş pişib, ətin pişməsi artıq bilinir və indi isə burada belə kəkotun var və burada belə kəkotun var arkadaşlar və kəkotuma birazcık bu ətə atacağım ki, kəkot ilə ət bilirsiniz amma çox dadlı olur. Çox az miqdarda, çox lazım deyil. Birazcık atıram ki, yeməğim dadlı olsun deyə və üzərinə duz, istot əlavə edirik. Təbii ki də zövqə görə ki, nə qədər istəsə duzunu, istotunu zövqə görə əlavə edə bilər. Mən bir çay qaşığı duz və bir çay qaşığı da istot əlavə etdim. Və duz, istot əlavə etdikdən sonra yaxşıca qarışdırıram. Bu şəkildə görürsünüz, yaxşıca qarışdırıram və qarışdırdıqdan sonra görürsünüz, artıq yenə ətdən qaynamağa başlayır. İndi mən tomatımı əlavə edəcəm. Artıq tomatını da əlavə etmək zamanı gəldi. Və bir deməli yemək qaşığı tomat əlavə edirik. Bir yemək qaşığı da tomat əlavə edirik. Və tomatı da burada qarışdırırıq. Siz istəsəniz qovuranda da tomat əlavə edin. Məndə biraz arkadaşlar yəni başqa işlərim var idi. Telefon biraz həmin vaxtı telefondan istifadə edə bilmədim. Amma bu şəkildə sizə göstərməli oldum. İstərsəniz əti qovuranda tomatı əlavə edə bilərsiniz. Fərq etməz və ya bu şəkildə də əlavə edə bilərsiniz. Yəni tomatını bu şəkildə əlavə etdim. Fərq etməz. Vacib deyil elə qovurasınız. Yəni və bu şəkildə əlavə etdikdən sonra gözünüz belə bir mənzərə alındı. Yəni daha sonra burada mən noxudumu bişirmişdim. Axşamdan suya salmışam. Adasa bir stəkan noxudu, belə deyək, 250 qramlıq stəkan. Və indi bunun təbii ki də hamısını yox, biraz hissəsini bu əlavə edəcəm. Baxaq görək nə qədər hissəsini əlavə edirik. Noxud axşamdan suya salırsın, biraz hissəsini doğranın içərisinə tökəcəm ki, dadlı olsun doğran. Bir hissəsini deməli bu əlavə etdim. Və əlavə etdikdən sonra bunu başlayırıq belə bu şəkildə qarışdırmağa. Biraz qarışdırırıq bunu arkadaşlar və altını artırırıq ki bunun içərisinə yerdə qalan suyunu da əlavə edə bilək deyə. İçərisinə yerdə qalan suyunu da əlavə etdikdən sonra arkadaşlar baxın, mən artıq bunu içərisinə artıq yerdə qalan suyunu da əlavə etdim. Nasıl bu şəkildə? Ətin suyudur təbii ki də bu. Dibində köküntüsü var. Köküntüsünü təbii ki də əlavə etmirəm. Ancaq suyunu əlavə edirəm. İstəsəniz xüsusi süzənlər var, onunla da əlavə edə bilərsiniz. Amma ehtiyac yoxdur. Çünki mən həmin anda etmədim ki, arkadaşlar dibinə artıq köküntüsü gəldi deyə buna ehtiyac yoxdur və bu şəkildə görürsünüz, artıq suyunu da əlavə etdim. Əlavə etdikdən sonra bir daha baxırıq belə bu şəkildə görək necə olub, çox qəşəng alınır. İndi nə edirik arkadaşlar? İndi isə biz orada kartoflarım var, onu əlavə edəcəyik. Ona qədər də ağzını ötək ki, qaynasın ki, bizə yaxşı olsun yəni. Arkadaşlar artıq mən kartoflumun da suyunu süzdüm. İndi qazanımın ağzını açıram. Bilirsiniz qazan belə olmağı, yəni qovulanda filan qazan buxar çıxanda apaq elə olur yəni. Və içərisinə görürsünüz qaynamağa yaxındır. Rəğına baxın qaynayıb. O zaman içərisinə kartoflarını da əlavə edirik. Bu şəkildə
Gördüyünüz kimi və artıq bizim ətli noxud yeməyimiz hazır olur. Və arkadaşlar, gördüyünüz kimi bu şəkildə kartoflarını əlavə edik. Hardasa 15-20 dəqiqə bilirsiniz kartoflar bişir. Çünki ətin bişib, noxudun bişir. Təkcə kartoflunun bişməyi qalıb və kartofum da gördüyünüz kimi bişir. Ve gördüğünüz gibi kartofları da içerisine attık. Bu şekilde kartofları da içerisine bu şekilde attık ve kartofları bu şekilde attık ve kazanımızın ağzını örtük ve gözləyik ki qaynasını. Qaynadıktan sonra altını vam oda qoyuruq. Hardasa 20 dəqiqəyə falan kartof bişəcəkdir və yeməyimiz hazır olacaqdır. Gözləyək. Bir ədəd çeşnişim var. Çeşnişi də indi yeməyin bişdikdən sonra içərisinə atıb altında söndürəcəm. Çeşnişlərim doğrayım. Qazanımızın ağzını açıq. Artıq kartofların, ətin, hər bir şeyini pişir. İndi tam pişdikdən sonra arkadaşlar bu şəkildə çeşnişimi doğramışam. Və indi çeşnişimi də olan üzərinə əlavə edəcəm. Çeşnişimi də bu şəkildə üzərinə əlavə edirəm. Və üzərinə əlavə etdikdən sonra da arkadaşlar bu şəkildə və dadı çıxsın deyə əlavə etdikdən sonra üzərinə artıq ağzını qapadıq və qazanımızın altına söndürük. Bu şəkildə biraz qalır, sonra servis edirik. Rənginə baxın arkadaşlar, nə gözəldir. Görürsünüz. Çox gözəldir. Noxud yeməyimiz hazırdır. Siz də bu şəkildə edin. Nuş edin, nuş olsun. Kanalıma abunə olub, bəyənib və izləməyiniz xahiş olunub. Bu mənim üçün çox önəmlidir. Nuş olsun. Full izləyən hər kəsə təşəkkürümü bildirirəm. Nuş olsun.